Tomris eramızdan əvvəl 6-cı əsrdə yaşamış Massaget tayfalarının əfsanəvi qadın hökmdarı və sərkərdəsidir. Qədim Yunan tarixçisi Herodotun yazdıqlarına görə Əhəməni imperatoru 2. Kir Massaget torpaqlarını tutmaq üçün Tomrisə evlənmək təklifi etmiş, rədd cavabı aldıqdan sonra müharibəyə başlamışdır. Döyüşlərin birində 2. Kir hiylə ilə Tomrisin oğlu Spargapisi əsir götürmüş və Spargapis əsarətdə özünə qəsd etmişdir. Oğlunun ölümündən sonra Tomris böyük bir ordu ilə Farsları darmadağın etmiş, 2. Kir də bu döyüşdə öldürülmüşdür. Qələbədən sonra Tomris Kirin başını qanla dolu tulğa ataraq sağlığında qana doymurdu. İndi doyuncayıq sözlərini demişdi. Tomris cəsarət, azadlıq və qadın gücünün simvoludur.